Salam dostlar, bugünkü dərsimiz Kubernetesin arxaya parasıdır. Bugün sizə bunu izah edəcəm. Deməli, başlayaq monolit və mikroservis anlayışlarından. Nədir bu monolit və mikroservis? Əvvəllər proqramlar monolit strukturunda olurdu. Yəni istifadəçi interfeysi verilənlər bazası hamısı bir proqramın içində olurdu. Bu kiçik layihələr üçün işə yarayır, amma böyük sistemlərdə ciddi problemlər yaradırdı. Məsəl üçün, real bir həyatdan nümunə verim. Təsəvvür edin, bir dükkanda həm aşpaz, həm kassir, həm təmizləyici eyni adamdır. Sən o adamın yerində olsan, 10 nəfər də gəlsə çatdıra bilməyəcəksən. Yəni bu gecikmələr yaşanacaq və yaxud da deyək ki, aşpaza nəsə oldu, yoruldu və yaxud da nəsə oldu, bütün dükkan çökəcək də. Ona görə bunu düşündülər. Bu funksiyalar artıq parçalandı müxtəlif kiçik dükanlara. Və hərənin də öz işi oldu. Kassir ayrı oldu, yemək bişirən ayrı oldu, ofisiant ayrı oldu. Bunlar daha da rahatçılıq verdi bizə. Deməli, təsəvvür edin, Amazon təsəvvür edin, Amazon və ya Netflix kimi böyük bir siteniz var. Əvvəllər saytın funksiyaları, istifadəçi girişi, məhsul axtarışı, sifariş, ödəniş, tövsiyələr və bir çox şeylər hamısı bir yerdə yazılmışdı. Bu monolitdir. Yəni bir yerdə olsa bütün sayt çökə bilərdi. Yəni hər hansı bir səbəbdən. İstifadəçi girişi olmazsa artıq heç kim alış-veriş edə bilmir. Sonra bu mikroservislərə bölündü və bir servis yalnız bir istifadəçinin qeydiyyatına baxır, başqa bir servis onun məhsul axtarışına cavab verir, başqa bir servis ödənişləri icra edir, başqa bir servis məhsul tövsiyələrini göstərir. Hər biri ayrı işdir. Amma bu qədər mikroservisi təbii ki, idarə etmək də asan deyildi. Buna görə də Kubernetes çıxır səhnəyə və hər bir mikroservisi avtomatik işlədir. Lazım olanda yenisini açır, servis dayananda bərpa edir və yükü bölüşdürür, load balancer edir. Kubernetes sanki böyük bir saytın arxa tərəfində işləyən avtomatik idarə sistemidir. Hər şey stabil sürətdə və çevik işləməsinə cavabdehdir. Burada Kubernetes nədir dedik? Kubernetes açıq mənbəli kod, kodlu konteyner orkestrasiya sistemidir. Onun əsas məqsədi konteynerləri avtomatik yerləşdirmək, ölçəkləndirmək, miqyaslama da deyilir eyni zamanda, sağlamlığını yoxlamaq, nasaz podları bərpa etmək. Bunu mən necə edeyim? Bu Kubernetesin arxitekturasını burada izah edəcəm mən sizə indi. Deməli, bu dərsimizdə Kubernetes platformasına əsasən zavod, fabrik memarlığını belə bir fabrik analoqu vasitəsilə izah edəcəm. Vizual metaforamız zavod modelidir. Bizə Kubernetesin idarə etmə hissəsi və işçi hissəsinin necə çalışdığını anlamağa kömək edəcək. Texniki detalları gündəlik həyat nümunələrlə birləşdirərək yeni başlayıcı üçün əlçatan formada təqdim edəcəm. Deməli, solda gördüyünüz idarə etmə paneli, yəni buradan zavod idarə edilir. Bura isə istehsalatdır. Yəni işçi bölməsi. Sol tərəfdə zavodun idarə heyəti, planlaşdırma şöbəsi, nəzarətçilər yerləşir. Sağ tərəfdə isə məhsullar həqiqətən istehsal olunduğu sex, yəni maşınlar, onların yanında çalışan ustalar və işçilər var burada.
Bu ikili struktur idarə etmə və istehsalat Kubernetes klasterinin memarlığına çox bənzəyir, gördüyünüz kimi. Qısaca desək, Kubernetesdə idarə etmə rolunu oynayan, kontrol plan, yəni idarə etmə, istehsalat rolunu oynayan worker nodlar da qrupdur. Analogiyamıza geri qayıdaq. Gəlin əvvəlcə istehsalat tərəfinə, yəni fabrikin sağ tərəfinə baxaq. Gözlə. Fabrikin sağ tərəfinə baxaq. Fabrikamızı demək 2 əsas böldük. İstehsalat bölməsi, maşınlar, ustalar və işçilər burada yerləşir. Sağ tərəf, yəni istehsalat bölməsi fabrikin ürəyidir. Əsl iş burada gedir. Burada müxtəlif maşınlar var. Hər biri müəyyən məhsulu istehsal etmək üçündür. Hər maşına təyin olunmuş bir nəzarətçi usta var. Ustabaşı da deyə bilərik buna. Bu ustabaşı həmin maşının işinə necə deyirlər, məsuldur. Maşın nə istehsal ediləcək, hansı işçilər orada çalışacaq, bütün bunları ustabaşı idarə edir. Ustabaşı zavodun idarə etmə tərəfindən deməli göndərilən necə deyirlər, göstərişlər, belə deyim, göstərişlər ki var, filan maşında filan məhsul istehsal olunsun, ustabaşı da gedib həmin lazımi ixtisasında işçini gətirir və həmin maşının işini başladır. Həmin maşında elə ki, o işçini işlətməyə başlayır. Yəni ustabaşının əsas vəzifəsi maşında işçini yerləşdirmək, prosesə nəzarət etməkdir. Ustabaşının yanında bir logistika üzrə məsul şəxs durur. Bunu mən necə? Logistika üzrə məsul şəxs durur. Bu şəxs maşının xarici dünya ilə əlaqəsini təmin edir. Məsələn, xam malın gətirilməsi, hazır məhsulun çıxarılması, həmçinin işçilərin bir-biri ilə ünsiyyətli məlumat axını, bütün bunlar logistika mütəxəssisinin nəzarətindədir. Qısaca desək, bu logistikaçı maşının şəbəkədə əlaqələrini və giriş-çıxışlarını neynir? Tənzimləyir. İstehsalat gördüyünüz kimi bu istehsalat bölməsi sadə görsənir. Bunu AI-da düzəltmişəm, amma heç yaxşı alınmayıb. Bu Kubernetes, kubproxy hamısında var, düşünün. Şirkətlərdə bunlar, kontrol manager, etc. İPS. Bu biraz səhv olub əslində. Biz bununla davam edək. Amma bir dəqiqə. Biraz yapışdır. Ben yerini görsən halde. Hadi qalmışdıq. Deməli, istehsalat bölməsi sadə görünə bilər, amma müəssisələrin məhsulu, bütün məhsulu burada ərsəyə gəlir. Yəni, bura dediyimiz kimi fabrikin ürəyidir. Hər maşında bir ustabaşı, logistikaçı və lazım olan sayda işçi olur. Hamısı birlikdə çalışaraq, deməli, konkret məhsul istehsal edir. Deməli, idarə etmə bölməsi, burada var resepsiya, mən necə deməyəm buna? Düzdür, resepsiya. Bura kontrol plan, bura kontrol plandır. Baxın bura. Bura isə artıq xarici bir əlaqədir, xaricdən gələn bir əlaqə, birbaşa API serverə. Nəsə bunu irəlidə izah edəcəm mən sizə. İndi sol tərəfinə baxaq fabrikin idarə etmə bölməsinə. Burada
istehsalatdan, biraz daha mürəkkəb quruluşa malikdir. Çünki zavodun bütün idarə etməsi burdan həyata keçirilir. Sol tərəfdə, elə zavodun girişində ilk olaraq qəbul olan bura resepsiya, dediyimiz bir, API serveri var. Resepsiya sorğuları qəbul edir. Və təhlükəsizlik qapısı yerləşir. Bura şirkətin, fabrikin girişi kimi nəzərdə saxlayın. Burada resepsiya həm təhlükəsizlik, həm də qeydləri aparır. Yəni burdan bura giriş qapısıdır. Başqa yerdən fabrikə girə bilməzsiniz. Başqa yerdən bu nodlarla əlaqə saxlaya bilməzsiniz xaricdən. Yəni yalnız API serverdən keçir bunun yolu. Daha rəsmi deyək, zavodun həm xaricdən, həm daxildən gələn bütün məlumat axını bu resepsiya, yəni təhlükəsizlik bölməsindən keçməlidir. Heç kim birbaşa sexdəki işçi ilə, maşınla əlaqə qura bilməz. Yəni qıraqdan bir adam birbaşa və yaxud da bir server birbaşa məsəl üçün bu podla əlaqə qura bilməz. Ancaq API serverə gəlməlidir. API serverdənsə API server bunların əlaqə qurmasını təmin eləməlidir. Belə. Resepsiyanın dərhal arxasında böyük bir informasiya lövhəsi yerləşir. ATCD. Səhv demirəmsə, bütün məlumatlar burada saxlayır. ATCD-də saxlanılır. Demək, bu lövhə deyək də, zavodun mərkəzi məlumat tablosudur. Resepsiyadan keçən bütün tapşırıqlar burada qeydə alınır. Yəni buradan məlumat alınır, API serverə, resepsiyaya, yəni buradan ATCD-yə yəni ötürülür. Zavodla bağlı bütün vacib məlumatlar, nələrin istehsal edildiyi, harda neçə məhsul üzərində neçə iş getdiyi, neçə işçi çalışdığı, neçə maşın aktiv olduğu və paralel olaraq bütün bu məlumatların nüsxələri saxlanır. Yəni zavodun beyni dediyimiz bu ATC-dir. Yaddaşıdır, arxiv lövhə sistemidir, belə bir şeydir. İdarə etmə sistemi biraz böyük. İdarə etmə sistemində fəaliyyət göstərən digər mühüm bir şöbə isə istehsalat planlama şöbəsidir. Bu şöbənin işi nisbətən biraz sadədir. Demək, az əvvəl bəhs etdiyimiz kimi lövhəni daim izləmək, bunun planlama şöbəsinin əməkdaşları resepsiyadan icazə alaraq, deməli, lövhədəki qeydiyyatları diqqətlə gözdən qaçırmırlar, yəni diqqətlə baxırlar. Əgər lövhədə yeni bir məhsul istehsal olunsun deyə bir tapşırıq gələrsə, görsələr, dərhal hərəkətə keçirlər. Həmin tapşırığı görüb zavoddakı bütün maşınlara nəzər salırlar. Maşınlar dediyimizdə, baxın, bu istehsalat bölməsində olur. Yəni, maşınlar bu podlardır. Gələcək onlara da. Və bu maşınların siyahısını çıxardırlar. Sonra bu maşınlara uyğun, yəni hansı tapşırıqlar gəlib, necə bir şey hazırlanmaq, ona uyğun münasib olanı seçirlər. Məsələn, ən boş olan, yetərli resursu olan və öz seçimlərini lövhədə qeyd edirlər. Ki, məsəl üçün, deyək ki, mənə 4 RAM lazımdır və GPU lazımdır və hər hansı bir resursları qeyd edirlər bura və ona görə də pod seçilir. Məsələn, ən boş olan, yetərli resurslu olan öz seçimlərini lövhə qeyd edirlər. Yəni, planlama şöbəsi lövhəyə yazır ki, filan məhsulun istehsalı üçün, məsələn, 3, 9 və 17 nömrəli maşın seçildi. Hər birində, belə deyək, bir işçi çalışmalıdır. Bu məlumat lövhəyə əlavə olunan kimi resepsiya həmin o seçilmiş maşınların ustabaşlarına xəbər verir. Xəbər çatdırır. Ustabaşlar, yəni usta nəzarətçiləri hər bir seçilmiş maşında onlara bildirdiyi kimi öz maşınları lazımi sayda xüsusiyyətdə işçilər yerləşdirirlər.
və işi neynirlər? Başladılar. Onlar, gördükləri deməli iş barəsində resepsiyaya report verirlər. Lövhədə bu maşında iş başladı, filan sayda işçi çalışır kimi yeniləmələr olur. Bunun ardınca deməli logistika mütəxəssisləri həmin maşınlardakı həmin maşınlarda logistika mütəxəssisləri var. Dərhal fəaliyyətə keçirlər. Deyirlər ki, yeni işçilər şəbəkənin əlaqələri, koordinasiyanı təmin etməlidirlər ki, lazım gələndə başqa maşınlardakı işçilərlə əlaqə saxlaya bilsin. Yəni ki, proxy-dən söhbət gedir. Və ya kənardan material gətirilsin, məhsul çıxarılsın. Nəhayət idarə etmənin sol tərəfində bir növbə rəhbərliyi supervisor komandası ki var. Bu departament bir növ zavodun avtopilot kimidir. Hər şey qaydasında olub-olmadığını yoxlayır, nəzarət edir. Növbə rəislərindən ibarət bir neçə nəfərlik qrup var. Bunların hər biri zavodun müxtəlif aspektinə cavabdehdir. Məsələn, bir işçi sayına nəzarət edir, biri maşınların işlək olub-olmamasına, biri ümumi istehsalat həcminə. Onlar da reception'dan icazə alıb daim lövhəni izləyirlər. Lövhədə yazılan olması gərəkən vəziyyət, məsələn, real vəziyyət arasındakı fərq çıxarsa, bunu dərhal işləməlidir, düzəldilməlidir. Ancaq əgər görsələr ki, hansısa səbəbdən bir işçi işini tərk edib, məsələn, xəstələnib, gedib, yaxud da çıxıbsa, hazırda məsələn 9 işçi qalıb, dərhal əlavə bir işçi göndərirlər ki, 10 olsun və ya hansısa mövcud vəziyyət daim olması gərəkən ideal vəziyyətlə minlər tutuşdururlar. Arada uyğunsuzluq olsa da müdaxilə edib vəziyyəti düzəldilir. Beləcə də zavodumuzun idarə etmə bölməsi, yəni sol tərəf, istehsalat bölməsi sağ tərəfə birlikdə koordinasiyalı işləyir. Buna bir hekayə quraq. Məsələn, baş ofisimizdən bizim fabrikə bir tapşırıq göndərilir. Bir tapşırıq göndərilir. Necə bir tapşırıq olsun? Yəni X modelindən 3 ədəd istehsal etdi. Bu əmr resepsiyanın məsələn giriş tərəfindən qəbul olunur. Göndərənin həqiqiliyini, icazəliyini yoxlayır. Hər şey qaydasındadırsa, əmrə, arxivə yaddaşa yazılır və lövhədə elan edilir ki, X xüsusiyyətlərində 3 yeni məhsul istehsal olunsun. İstehsalat planlamada bunu görür. Budur planlamamız, səfərləməmizdə, bəli. İstehsalat planlamada bunu görür. Dərhal uyğun maşınları seçir ki, tutaq ki, məsələn, 3, 9 dediyimiz kimi və 17 saylı maşınlar var. Bu məlumatı lövhəyə əlavə edir. Bu gedir, baxır, burada hansı şeylər uyğundur, maşınlar, bunu gəlib lövhəyə əlavə edir, lövhəyə xəbər verir. Həmin reception'dan həmin maşınlardakı ustabaşlar məlumatlandırılır. Ustabaşlar məlumatlandırılır, deməli, bunlardır. Ustabaşlar öz maşınlarını müvafiq işçiləri ilə yerləşdirir, istehsalata start verilir. Onlar bu barədə resepsiyona bildirirlər ki, iş başladı. Logistikaçılar da yeni işçilərin hər cür əlaqəni qurublar. Paralel olaraq növbə rəislərdəki 3 işçi işləməlidir məlumatına baxıb, həqiqətən 3 işçinin işlədiyinə əmin olmaq üçün prosesə nəzarət edilir. Və bütün parçalar ahəngdar surətdə işləyərək sonda sifariş edilən 3 məhsulu ortaya çıxarır. Əslində təsəvvür etdiyimiz kimi bu zavod Kubernetesin klasterinin arxitekturasını metaforik olaraq göstərir. Bu zavodda kənardan baxanda bir müəssisə kimi görünür. Eynilə Kubernetes də kənardan tək bir platforma kimi, amma içində bir-biri ilə əlaqəli çoxlu komponentlər çalışır və hər biri öz funksiyasını yerinə yetirir.
Sol tərəf dediyimiz kimi indi bunların tək-tək açıqlayım. Sol tərəf idarəetmə bölməsidir. Kubernetesin kontrol plan idarəetmə təbəqəsi, yəni eee, master. Baxın bura Kubernetes master. Kontrol plan dediyimiz eyni zamanda master qovşaq deyək. Sağ tərəf isə istehsalat bölməsi, Kubernetesin eee, yəni məlumat təbəqəsi, yəni worker nodları, eee, işçiləri hesab olunur bura worker nodları. Resepsiya təhlükəsizlik Kubernetesin API serveridir. API. API rolunu oynayır burada. Yəni bütün daxili və xarici ünsiyyətin qapısı API serveridir. İstifadəçilər məsəl üçün kubectl komandası ilə məsələn API serverə müraciət edir. O da onların kimliyini, icazələrini yoxlayıb neynir? Sorğunu qəbul edir və qeydiyyata alır. Lövhə və arxiv dediyimiz etcd-dir. Bura verilənlər bazasıdır. etcd Kubernetesin nə idi? Beynidir. Klasterə bağlı olan bütün məlumatların, podların, nodların, konfiqurasiyaları və sairənin saxlandığı yüksək etibarlı açar dəyər deposudur. Yəni klasterin istənilən anda ideal vəziyyəti etcd-də qeyd olunur. İstehsalat planlama şöbəsi scheduler var, planlaşdırıcı komponentdir. Scheduler lövhədəki, yəni etcd-dəki yeni pod yaradılması tələblərini izləyir. Hər yeni pod üçün bir nod seçir. Seçim edərkən podun tələblərinə ehtiyacı olan məsələn CPU, RAM və GPU və s. bunlara baxır. Klasterdəki bütün nodların vəziyyətini nəzərdən keçirir və optimal nodu müəyyənləşdirir. Yuxarıda hekayədə planlama şöbəsi məsələn dediyimiz kimi 3, 9, 17 saylı maşınların seçməsi kimi scheduler da məsələn deyir ki, bu pod filan nodda çalışmalıdır və bunu API server vasitəsilə etcd-də qeyd edir. Növbə rəhbərliyi dediyimiz controller manager komponentidir. Controller manager bir proses daxilində bir neçə nəzarətçi və controller işçi modullarını idarə edir. Hər controller klasterin müəyyən aspektinə nəzarət edir. Məsələn, replication controller və irəlidə izah edəcəm. Yəni məsələn deyək ki, qısaca bir şey deyim, 3 dənə pod olmalıdır. O bir podu sönərsə və yaxud da biz silərsək və yaxud da hər hansı bir xəta nəticəsində silinərsə onu yenidən yaradılır. Klasterdə müəyyən sayda deməli podun daim işlək olmasını təmin edir. Bizim nümunələrə 3 podun daim işləməsi məsələn izləyirdi. Nodda kontrolların adlarının vəziyyətini yoxlayır. Nod hissəsində deployment controller tətbiqlərin versiya keçidlərini idarə edir. Controller manager daim API serveri vasitəsilə etcd-yə baxır. Yəni klasterin beyninə baxır. Məsələn, arzulanan vəziyyət Controller manager dedi ki, daim API serverə baxır. API server vasitəsilə etcd-yə baxır. Məsələn, arzulanan vəziyyət ilə mövcud vəziyyət arasında müqayisə edir. Əgər fərq görünürsə, onları deməli aradan qaldırır. 3 poddan biri dediyimiz kimi sıradan çıxırsa, dərhal yenisini yaradır ki, yenə 3 olsun. Bizim növbə rəisi kimi işçi gedəndə yenisini gedib gətirirdi. Bu şəkildə Kubernetes özünü sağalda self-healing dediyimiz bunu baxaq bir dənə. Güzel olmalıydı.
Nəsə yoxdur. Self-healing dediyimiz öz-özünü sağalda bilir. Self-healing termini öz-özünü sağalda bilir. Controller Manager menecerə bağlı əlavə bir modul var. Cloud Controller Manager. O indi burada yoxdur. Bunu nereden göstərə bilərəm? Məsələn. Cloud Controller Manager var. Əgər cluster bulut providerlə inteqrasiya olunubsa, məsələn, avtomatik load balancer yaratmaq üçün amma sadəlik üçün bunun dərinə getmirik. İndi gələcəkdə inşallah onları da izah edəcəm. Okay. Gördüyünüz kimi idarəetmə paneli, control plan tərəfdə 4 əsas komponent vardı. API server, etcd, scheduler, controller manager və cloud controller manager. İndi onu burada görmürsünüz. Onu mən izah edəcəm sizə. Gələcəkdə. Bunu necə? Hə. Deməli, da qalmışdıq. Deməli, worker nodlar və onların komponentlərində maşın fiziki və ya virtual server olsun. Bu worker noddur. Clusterdə real iş yükü daşıyan serverlərdir. Hər bir nodun üzərində konteynerləri çalışdırmaq üçün mütləq bir konteyner runtime var. Baxın, burada görürsünüz konteyner runtime. Konteyner engine dediyimiz konteyner mühərriki. Adətən bu Docker olur və son vaxtlar bilirsiniz ki, Docker'ın yerinə konteyner runtime istifadə olunur. Bu runtime pod içindəki konteynerləri yaradan, işə salan, düzəldən, işə salan alt düzən belə backend dediyimiz funksiyanı icra edir. Deməli, gördüyünüz kimi control plan 4 əsas komponent var burada. API server, etcd, scheduler, controller manager və cloud controller manager. Deməli, sağ tərəfdə dostlar, baxaq bunun worker nodları və onların komponentlərini. Deməli, hər nod fiziki və ya virtual serverdir. Yəni, məsəl üçün Ubuntu yaradırıq və onu bir nod deyək ki, VirtualBox-umuzda və yaxud da VMware-də 2-3 dənə server yaradırıq. Bunların məsəl üçün 2 dənə serverdir. Ayrıca onlar noddur. Birini də yaradırıq, o master olur. İndi onu praktik eləyəcək gələcəkdə. Deməli, bu worker nod Kubernetes-də real iş yükü daşıyan serverdir. Hər bir nodun üzərində onu çalışdırmaq üçün mütləq bir konteyner runtime lazımdır. Bunu quruludur onsuz da o üstündə. Adətən bu Docker'dır, amma son vaxtlar Docker'ın yerinə konteyner D kimi runtime'lar istifadə olunur. Bu runtime podun içindəki konteynerləri yaradan, işə salan Docker Engine funksiyasını icra edir. Ustabaşı var. Bu Kubelet agentidir. Kubelet hər bir nodda işləyən əsas Kubernetes agentidir. Onun vəzifəsi öz nodu üzərində API serverdən, etcd tərəfindən təyin edilmiş podları yaratmaq və onların işləməsini təmin etməkdir. Məsələn, scheduler qərar verir ki, yeni pod filan nodda işləməlidir. Kubelet bunu API serverdən öyrənir və həmin podu
öz nodunda start edir. Server start edir. Bu Kubernetesin eyni zamanda davamlı olaraq öz nodundakı podların statusunu API-yə serverə bildirir ki, yəni pod işləyir, bu pod dayandı və sairə. Və olmasa kontrol plan həmin nodunda nə baş verdiyini bilə bilməz və idarə edə bilməz. Buna görə yəni ustabaşı olmadan maşın işləsə belə idarəsiz qalar. Logistika məhsulu dediyimiz kubproxy'dir. Kubproxy hər bir nodda işləyən şəbəkə agentidir. O işi podların şəbəkə trafikini idarə etməkdir. Onun işi klasterin daxilində, yəni server üzr istəyirəm, servis adlanan virtual IP-lər yaratmaq, podları bu IP-lərlə birləşdirmək, lazımi şəbəkə qaydalarını, firewall qaydalarını, yəni nod üzərində tətbiq etməkdir. Ki bu podlar bir-biri ilə kənar dünya ilə ünsiyyət qura bilsin. Bizim fabrik metaforasında logistikaçı işçinin və maşının dünyaya açılması, yəni networking tam buna uyğun bir misaldır. Kubproxy olmasa podların arasında əlaqə qurmaq, xaricdən poda müraciət etmək çətinləşər. Qısaca kubproxy hər nodun şəbəkə qapısıdır. Beləliklə Kubernetes klasterinin əsas məmalı komponentləri zavod hekayəsi ilə bağlayaraq öyrəndik. Control plan idarə etmə təbəqəsi, özündə API server reception, etcd arxiv lövhə dediyimiz, scheduler planlama, controller manager nəzarətçi kimi beyin mərkəzi komponentlərini birləşdirir. Bu hissə klasterin ümumi idarəsinə cavabdehdir. Adətən bunlar bir və ya bir neçə nüsxə idarə etmə servisində master nodlarda işləyir. Yəni production mode-də idarə etmə komponentləri ayrılmış serverlərdə olur. İşçi yükü daşımırlar da, yəni. Kubernetes klasteri idarə etmə müstəvisi kontrol plan və ya bir çox işçi noddan ibarətdir. İdarə etmə müstəvisi yüksək mövcudluq üçün bir neçə nüsxədə işlədə bilər. Məsələn, 3 master node, ETC-də də kritik olduğu üçün bir neçə serverdə replika saxlanıla bilər ki, bunun etibarlılığı neynəsin artsın. Worker nodlar, işçi nodlar, yəni isə konteynerin, yəni tətbiqlərimizin bilavasitə işlədiyi serverlər. Hər nod Kubernetes-ə qoşulmaq üçün üzərində Kubernetes və kubproxy çalışdırılır. Container runtime təmin edir. İstənilən pod mütləq hansısa nod üzərində işləyir. Yerdə qalan idarə etmə sistemi isə həmin podların yaradılması, silinməsi və ideal sayda saxlanılması, düzgün nodda yerləşdirilməsi və s. kimi ağıllı qərarları həyata keçirir. Free audio post-production by alphonic.com. Free audio post-production by alphonic.com. Bir daha salam dostlar. Deməli bu komponent qismini daha da dərinləşdirəcəyik. Deməli, dediyimiz kimi kontrol plan Kubernetes klasterinin beynidir. Yəni bütün qərarlar burada verilir. Klasterin istənilən vəziyyəti burada müəyyənləşir. Kontrol plan tipik olaraq ayrı bir serverdə və yaxud da bir neçə serverdə işləyən proseslərdən ibarət. Yüksək mövcudluq üçün. Əsas kontrol plan komponentləri API server, Kubernetesin ürəyi və qapısı, bütün digər komponentlər və istifadəçilər bu API server vasitəsilə klasterlə ünsiyyət qururlar. API server adından da görülür kimi REST API interfeysə deməkdir. Məsələn, kubectl komandası ilə siz
API serverə müraciət edib, 10 dənə pod yarat deyə bilərsiniz. Yəni API server bu sorğunu alır, autentifikasiya kimin göndərdiyini yoxlayır. Yəni autentifikasiya kimin göndərdiyini yoxlamaq deməkdir və avtorizasiya icazəsi varmı? Bunu edir, autentikasiya və avtorizasiya edir və sonra sorğunu etcd-yə yazır. Həmçinin API server klasterin vəziyyəti ilə bağlı sorğuları etcd-dən oxuyub cavablandırır. Qısası API server hər bir əməliyyatın mərkəzi koordinasiya nöqtəsidir. Fabrikimizdəki yəni reception və təhlükəsizlik də bunu təmsil edir. etcd-yə gələk, etcd Kubernetes üçün paylanılmış açar və dəyər bazası. Son dərəcə etibarlı və konsistentdir. Yəni verilənlərin saxlanılmasında səhvə yol vermir. Klasterin məlumatlarını qoruyur. etcd-də klasterin bütün obyektləri haqqında məlumat var. Məsələn, neçə nod var, hansı podlar harda işləyir, konfigurasiya parametrləri və s. Hər bir desired state, yəni istənilən vəziyyət burada saxlanılır. Məsələn, siz API serverə dediniz ki, web tətbiqində 3 nüsxə işləsin. Bu arzu etcd-də qeyd edilir. etcd-dəki məlumatlar əsasında digər komponentlər, yəni scheduler, controller qərar verirlər və fabrik analogiyasında etcd və lövhə arxividir, yəni dediyimiz kimi. Scheduler deməli kub scheduler işi yeni yaradılmış, hər nodda təyin olunmamış podları aşkar edib onlar üçün ən uyğun işçi nodu seçməkdir. Bunu erkən scheduler müxtəlif meyarlar nəzərə alır. Məsələn, nodların cari resurs istifadəsini, CPU, RAM, podun xüsusi tələblərini, məsələn, bəzi podlar GPU tələb edə bilər. Yəni, bəzi podların birlikdə yerləşdirilməsi və ya əksinə ayrı nodlarda olunması tələbləri və s. Scheduler bu məlumatları götürüb bir seçim alqoritmi işlədərək podu bir noda match edir. Yəni. Sonra həmin qərarı API serverə bildirir ki, etcd pod obyektinin node name sahəsini doldurur. Bir klasterdə bir dənə default scheduler olur. Amma siz öz xüsusi schedulerinizi də yaza bilərsiniz. Fabrikamızda planlama şöbəsi bu rolu oynayır. Hansı məhsul hansı maşına gedəcək onu seçir. Deməli, controller manager var. Bu komponent bir neçə controller prosesini tək prosesdə birləşdirir. Hər controller Kubernetes obyektlərini daim izləyir. Və hər desired state ilə actual state arasında fərq görərsə müdaxilə edir. Yəni, arzulanan vəziyyət və mövcud vəziyyət arasında fərq görərsə müdaxilə edir. Məsələn, deployment controller bilir ki, sizin deploymentdə 3 pod olmalıdır. Desired arzu olunan 3 pod olmalıdır. etcd-də yəni klasterin indiki halına baxır və görür ki, 2 pod işləyir. Dərhal bir pod yaratmaq üçün API serverə müraciət edir ki, bir pod əksikdir, bir pod yaratmaq lazımdır. Digər controller misalı, məsələn, NAT controller nodların sağlamlığını yoxlayır. Əgər bir nod uzun müddət cavab vermirsə, məsələn, server crash olub və offline hesab edib, oradakı podları başqa bir nodlara bərpa edir. Replikasiya kontrollar, job kontrollar, daemon set kontrollar, müxtəlif kontrollarda var. Hamısı eyni prinsip. Əmr olunmuş hal, yəni əmr olunmuş, bildirilmiş hala çatmaq üçün işləyirlər. Controller manager bunların hamısını bir yerdə istifadə edir. Fabrik analogiyasında növbə rəhbərləri, yəni kimin nəzarətçisi varsa bu idi. Cloud Controller Manager əgər cluster bulut mühitində işləyirsə, məsələn,
AWS var, Azure var, GCP var. Buludun öz resursları, məsələn, load balancer, disk amber inteqrasiya üçün istifadə olunur. Bizim mövzumuzun əsas bir qədər kənardadır. İndi bunu gələcəkdə bu yerlərə toxunacağıq. Sadəcə adını çəkirəm ki, çəkilmiş olsun. Yəni sizə bir anlayış yaransın. Yəni sizin fabrikdə belə bir şey yox idi. Control plan komponentləri mütləqdir ki, yüksək etibarlı qurulmalıdır. Production'da adətən bir neçə master node olur. Yəni API server, controller manager, scheduler onlarda paralel işləyə bilir. Aktiv və ya passiv və ya aktiv rejimində işləsin. ETC-də mütləq təkrarlanan 3 və ya 5 instansiya qurulur ki, biri çökərsə məlumat itməsin. Yəni digərində qalsın. Bu detallar dərsimizin dərin texnik hissəsidir. Yeni başlayanlar üçün sadəcə bilsin ki, kontrollar klasterin daim əlçatan idarə etmə mərkəzidir. Deməli, keçdik worker node-a. İndi işin xammal istehsalı hissəsində worker nodlara baxaq. Worker node dediyimiz Kubernetes klasterinə qoşulmuş tətbiq konteynerlərini işlədən serverlərdir. Hər bir nodda klasterə qoşulmaq üçün lazımi proseslər işlədir. Onun əsas komponentləri container runtime. Məsələn, hər nodda bir container runtime qurulur. Məsələn, Docker, container D və CRI var. Bu birbaşa konteynerlərin proses səviyyəsində izolo olunmuş tətbiqlərin işə salınmasını təmin edən mühərrikdir. Kubernetes özü konteyneri yaratmır. Bu işi runtime görür. Kubernetes isə runtime deyir ki, bu podun konteynerlərini yarat. Bunu əmrini verir. Yəni runtime fabrik analogiyasında bilavasitə maşının özüdür. Fiziki istehsal aparatıdır. Yəni Docker kimi runtime olmadan node konteynerləri işə sala bilməz. Gəldik Kubernetes-ə. Bu hər nodda çalışan agentdir və Kubernetesin ustabaşısıdır. Kubernetes API serverdə qeyd olunan tapşırıqlarını yerinə yetirir. Məsələn, API server deyir, bu nodda Nginx pod olmalıdır. Kubernetes görüb bu nodda Docker runtime vasitəsilə Nginx konteyneri işə salır. Həmçinin Kubernetes davamlı olaraq hesabat verir. Pod işləyir, pod dayandı, bu qədərdir falan. Kubernetes yoxdursa, konteyner plan da həmin nodu idarə edə bilməz. Onu da qeyd edək ki, Kubernetes yalnız öz nodu haqqında komandaları yerinə yetirir. Başqa nodda nə var, ona qarışmır. Beləliklə, Kubernetes klasterin mərkəzi idarə etməsi ilə nod arasındakı tərcümədir. Qaldı ki, proxy-də hər nodda çalışan şəbəkə xidmətidir. Kubernetes hər podun öz daxili IP-si olur. Kubernetesdə. Və bir nod daxilindəki podlar bir-birilə danışa bilir. Ancaq fərqli nodlardakı podlar və ya kənar müştərilər necə əlaqə saxlayır? Bu işə kubproxy görür. Kubproxy nodun əməliyyat sistemində firewall, şəbəkə qaydaları yaradır ki, klasterin daxilində xidmətlər, servislər düzgün şəkildə trafik podlara yönləndirir. Məsələn, siz servis IP-si ilə sorğu göndərsiniz, kubproxy həmin servisin arxasında olan podların birinə trafik ötürür. Ayrıca podların internetə çıxışı və s. kubproxy tərəfindən idarə olunur. Yəni, kubproxy şəbəkə logistikası fabrikamızın logistik açıq personoloji kəlmədir.